Hepinize merhaba arkadaşlar. Bugün sizinle birlikte Forge 1.12.2'yi kurmayı öğreteceğim size. Bu neye göre kuruyorsunuz? Yani mod yeri açılsın diye. Mod yeri açılmamış siz modlar kuramırsınız. Yeri basırıq. Size de göstərir. Bu gördüğünüz çəbək var. Açılır, bağlı. Bu qələmin yanında yuxarı olan simgəyə basırıq. Yeni bir profil oluşturun basırsınız. Burada görürsünüz ki çox şey var. Siz burada Forge'ye basacaqsınız. Sürüm seçin deyir. Siz aşağıya doğru eləyəcəksiniz. Burada 1.12.2 sürümünü seçirsiniz. En axırıncısına basırsınız. Özlüyorsunuz. Bu açılana kadar, bu dolana kadar gözlüyorsunuz. Ve dostlar, açılmadı hələ ki. Bunu girəndən sonra yenə sayacaq. Sonra başlayın yazırsınız. Sonra təzədən adınızı oluşturun. Adınızı bura kaydedin. Bu dolana kadar gözlüyorsunuz. Siz bura qabaq eləyərsiniz. Dolması gözləməyin. Ve açıldı. Sadece ana ekran açılandan sonra çıxırsınız ve istediğiniz sürümde bir hansı istediğiniz sürümü girirsiniz. Ama o Forge olsa, yani fabrik olsa bunlar da işləyəcəkdir. Ama siz istəsəz Forge, istəsəz fabrikdə də girə bilərsiniz. Sadəcə yəni mən sunucu quracağam, yəni modları yadları Forge'yə atıram. Forge'yə atıram deyə siz də sunucuya gələndə Forge'də yararlana bilərsiniz. Gördüğünüz üzere mod yeri açılıb. Bura basmayın, olsa gələsiz də veriyə görə dönürsünüz. Belə şey çıxmayacaq sizdə. Məndə belə şey çıxdı. Və Pojava yerinə gəlsin. Siz Mojav kimidir? Baxın, Pojava nə amma Mojav kimidir bu da, yəni nə eləsəz orada da eyni işləyəcəkdir. İndi bir daha qaldı profilə basırsınız. Forge tərəfindən indirəcəksiniz. Nə indirirsinizsə. Mən bütün yəni modlarımı 1.20.1'e qururam. Burada gözlüksüz həbərçi kimi. Siz videonu biraz qabağa sararsınız çünki bu gec açılan bir şeydir.
Gördüğünüz gibi açıldı ve 1.20.1'e basırsınız. Eğer ki öyle basmırsınız, orada görürsünüz ki sizde de olacak. Mojavda olmazsa olmazı bu olacaqdır. %100 olar. Olmasa da yani bir şeydən eləyərsiniz, dosyalar bölgəsindən eləyərsiniz. O da ətraflı videosu gələcəkdir. Open Gabe'ye basırsınız. Size dosya yeri atacaqdır. Burada istədiyiniz modu aktive etmək üçün hani bir daha mod indirməlisiniz. Necə indirilir? Sizə göstərək. İndi bura istədiyiniz modun adı yazırıq. Məsələn, mən bunu istəyirəm, başqa modu istəyirəm. Məsələn, araba modunu indirək. Yəni Forge tərəfindən eləyir. Heç bir zaman model tərəfindən eləmir. Çünki bu işləməyə bilər. Sonra sizi de oyundan ata bilər. Gelirsiniz buradan buradayı yere basırsınız, görürsünüz da sizdə. Burada Forge, neye Forge basmırsınız. Bir yeri sürümü özü sadece bizi çıxardır verir. Versiyonlar olarak da burada 1.20.1'e basırsınız. Burada indir seçeneği var. Eğer ki sizde belə görünmürsə, siz bura gelirsiniz. Bu tərəfdə. Bura görürsünüz ki burada masa üstü sitesi var. Baxı görürsünüz. Yəni əlim belə ağaçlayıram ki bunu görəsiniz. Buna bir dəfə bassınız, sizə belə bir yerə şey eləyir. Yəni kompüter şey nətər deyirlər ki, onu bilmirəm. Atır sizə basır üstünə. Bura indirə basırsınız. Sizə belə bir yer gələcəkdir. Siz burada 3 saniyə mi, 5 saniyə mi desə gözləyin. Desə 3 saniyə gözləyirsiniz və bunu yerdən indirə basırsınız. Gördüğünüz gibi bu indi. İndi burada gəlirik şey indirməyə. Bunu ikinci versiyonu indirməyə. Görürsünüz ki, yəni bunu da indirməlisiniz. Bunu indirirsəz birbaşa qurtarmır. Məcburdur ki, bunu da indirəsiniz. 1.21 özü versiyon olarak gəlir, amma biz öz versiyonumuzu seçək. Sonra da laqlanmasın. Səsi pis gəlir, belə xəstələmişəm. Bu da eləcək. Və indi. İndi bunları necə Whatsapp atmaq olar sizə göstərirəm. Burada telefon seçeneğiyle bu 3 yere basırsınız. Burada telefonunuz adı olan yere basırsınız. Sonra bura Dovlat yere basırsınız. Dovlat yere bastıktan sonra bunları üstüne bakın dosya olan yerine basırsınız. Üstüne basmırsınız. Sonra o şəkil olan yer var ya, burada kağız olan şeye üstüne basırsınız bir defa. Sonra diğerlerini aktarırsınız. Bunları yok. Bu aşağıdayla da basırsınız. Ve bunları tüm seçiyor. Klasöre taşıya basacaksınız. Burada klasör taşı var diyeceksiniz. Siz buraya geleceksiniz. Pojava basacaksınız. Sizde Mojave diye çıkacak. Siz Pojava basın. Burada Minecraft seçeneği eğer ki yoktursa, burada gizli dosyaları göster seçeneği var. Buna da basırsınız. Qələbədə açıqdır deyə, yəni sizə deyirəm ki, açarsınız. Sonra çıxmır. Sonra burada görürsünüz ki, Motus klasörü var. Motus klasörünə gəlsiniz və taşı seçənəyinə basırsınız və bütün modlar ora yüklənir. Sağ olun dostlar. Bu günlük bu qədər idi. Yeni modumuzda, yeni videoda görüşmək üzere. Sağ olun. Bay bay.